Amerika'da Boston ortasında Vasmo'yu tapmışam. Gəlin sizə də göstərim. Bazar bax belə North Enddə yerləşir. Hər həftənin cümə günündən başlayır. Altı bazarı. Burada da belə qiymətləri. Misal üçün 4 dənə apelsin $1. Ananaslar $1. Bazar bax belə həyəcanlı. Nədir? 3 dənəsi $2. Belə şey yoxdur. Bu çiyələyə şok olmuşam. 3 dənəsi $2'dan. Burada da bu zira pomidorudur, hə bu Hido? Hə, bunun hamısını aldım. Neçədir? 2 dənəsi? Yəni normal bazardan 10 dəfə ucuzdur. Bir dəqiqə böyük pomidor restoranda $54'dur. Aha. Mən bu gün gəlmişəm buna elə bil ki əvəz edici tapmağa. Ən güclü əvəz edici də budur. 1, 2, 3, 4. Yəni bu çox bazar qiymətindən dəhşət ucuzdur. 4'ü $2'dır. 4'ü $2. No. Let me take like that. Karalokun ikisi $1. Murat 2 kutu yoksa 2 adet. Evet. Adet. Avokadoları görürsünüz. 6 ədədi $2. Bax bu isə North End'dir. Boston'da qalanlar bilir. Bu da bazar. Düz şəhərin mərkəzində. Amma hər şey hədsiz ucuzdur, çox ucuzdur. Yəni şokdayam. Hələ avokadonun mayısı xatırlayıram. 6 ədədi $2. Aç. Tərəziyə bax, bazarda tərəzilər olur, köhnə. İkisi $1. Thank you brother. İkisi $1. Kilasa bas su gibi. Bu nədir? Gilas. Neçədir burada? İkisi $5. Qarpız da var. $1. Mart ayında qarpız $1. Bu da deyəsən toptancıdır bu. How much this? All box. Bütün box'u $5'dur. $5 all box. Bütün boxu $5'dır. Hido, nə deyə bilərsən bu arada? Gərək breakfast yeri açaq. Təzə marketdə bu. Tuta bilmirəm. 5 elbəsi $2 kartofka. 2 kilo yarımı. Sarımsağın bir dənə diri belə listi $2. Bu nədir? Kahı $1. Bu hissədə də bir dənə belə balıq yeri var. Bu da Amerikanın təmizliyi. Daim diskoteka. Daim şənlik. Təsəvvür obyektin belə yerdə, amma mənzərən belədir. Burada bir dənə belə lobster var, amma hərəkət eləyir. Satışdadır. Bunlar da bu arada canlıdır. Lobster sevənlərə gəlsin. Mənim malım budur, krevetka. Bir dənə də burada belə qardın halal var. Girişdə də bizi çörək bərəkət qarşılayır. Lavaşlar, Türkiyənin sofları, aroma. Yenə açıq balıq. Hidayət bəy. Zavod çörəyinə oxşayır, amma deyil. Bunlar hamısı topdandır, topdan. Hani market qiymətinə satmırlar. Vay. Today kruasanları. Düz 1 il yarım bundan satmışam Azərbaycanda. Bugün qarşıma çıxır, hə. İşləyir bunlar. Bunlar Azərbaycanda yaxşı işləməsə də, amma kruasandır, hə. Bu da ahtapot. Oh, cut sticks? Yeah. So you're Dəniz Bunun məhsulları. yerini Allah'a gidelim. Not too much smoke. Yes. Because it's kebab, for kebab. Deməli tadım, canım ay tadım $5. Gəl burada da tapdıq. Burada da böyle balıq məhsulları, sevimli, mənim sevimli məhsullarım.
Belə misal üçün Azərbaycanda buna tamamilə antisanitariya deyilə bilər, amma burada normaldır və bəlkə də satılır. Belə dostlar, biz də bazarlığımızı elədik. Özünüzdən müğayət olun. Kanala abunə olub videolarda like eləməyi unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.